Salam dəyərli izləyicilər. MHM test toplusunun həqiqi ədədlər bölməsindən test 9-un bir neçə sualının həllinə baxaq. Birinci sualdan başlayaq. Tam hissə işarəsi daxilində 3-də 2x çıx 7 bərabərdir 5-də x. Bərabərliyini ödəyən həqiqi ədədlərin sayını tapın. Bizdən tələb olunur ki, bu tənliyi ödəyən həqiqi ədədlərin sayını tapaq. Əvvəlcə tənliyin həllində istifadə olunan bir bərabərsizliyi göstərək. Həmin bərabərsizliyi tam hissə funksiyasının xassələrinə əsasən isbat etmək olar. Lakin biz bərabərsizliyi isbat etmədən onun bu tənliyə tətbiqini göstərəcəyik. İstənilən həqiqi A ədədi üçün A daxildə R olduqda tam hissədə A kiçik bərabərdir A-dan, o da kiçikdir tam hissədə A üstəgəl 1-dən. Yəni istənilən həqiqi A ədədi həmişə bu şərti ödəyir. Əvvəlcə tənliyi bir qədər nəzərdən keçirək. Tənliyə diqqətlə baxdıqda görürük ki, tənlikdə bərabərliyin sol tərəfi həmişə x-in istənilən qiymətində tam ədəd olur. Onda bu tənliyin ödənilməsi üçün sağ tərəfdə tam qiymət almalıdır. Sağ tərəfin tam qiymət alması üçün x 5-ə bölünən tam ədəd olmalıdır. Yəni x bərabər 5n şəklində tam ədəd olmalıdır. N-də tam ədəd. X-in bu qiymətini tənlikdə nəzərə alıb həll edək. Onda alarıq ki, tam hissə işarəsi daxilində 10n çıx 7 böl 3, o da bərabərdir. X-in yerinə 5n yazdıqda n-ə. İndi bərabərsizlikdən istifadə edək. Bərabərsizliyə əsasən biz başa düşürük ki, 3-də 10n çıx 7 ifadəsinin təsvir etdiyi, bizə verdiyi ədədin tam hissəsi n-in qiymətinə bərabərdir. Onda 3-də 10n çıx 7 ifadəsi n-dən böyük bərabər və n üstəgəl 1-dən kiçik olur. Yəni n tam ədəddir. Onda alarıq ki, n kiçik bərabərdir 10n çıx 7 böl 3, o da kiçikdir n üstəgəl 1-dən. Bərabərsizliyin hər tərəfini 3-ə vurub kəsirdən azad etsək, alarıq ki, 3n kiçik bərabərdir 10n çıx 7, o da kiçikdir 3n üstəgəl 3-dən. Bu bərabərsizliyi bərabərsizliklər sisteminə gətirib həll edək. Alarıq ki, 3n kiçik bərabərdir 10n çıx 7 və 10n çıx 7 kiçikdir 3n üstəgəl 3-dən. Buradan da alarıq ki, mənfi 7n kiçik bərabərdir mənfi 7-dən və 7n kiçikdir 10-dan. Və nəhayət, n böyük bərabərdir 1-dən, n kiçikdir 1,7-də 3-dən. Bu sistemin həlli 1 kiçik bərabərdir n kiçikdir 1,7-də 3 bərabərsizliyinin həlli deməkdir. N tam ədəd olduğuna görə bu şərti ödəyən bircə dənə n-in qiyməti var. N bərabər 1 olduqda bərabərsizlik ödənir. Onda biz həm tənliyin kökünü tapırıq, həm də tənliyin neçə kökü olduğunu göstərə bilirik. Deməli, n-in bir qiymətini x bərabər 5n ifadəsində nəzərə alsaq, onda x-in x bərabərdir 5 vur 1 bərabər 5 olduğunu tapmış olarıq. Deməli, bu tənliyin bir dənə kökü var, o da 5-ə bərabərdir. Bizdən tənliyin kökünü yox, onun sayını soruşur. Onda bu tənliyin köklərinin sayı bir dənədir. Cavab E variantı. İkinci sualın həllinə baxaq. Deməli, tam hissədə 3x üstəgəl kəsr hissədə 3x çıx 5 bərabərdir. Tam hissə işarəsi daxilində 5 çıx x üstəgəl 1-ə. Tənliyini ödəyən həqiqi ədədlərin sayını tapın. Eyni sualdır. Yenə də biz əvvəlki bərabərsizlikdən istifadə edəcəyik. Əvvəlcə tənliyi bir qədər nəzərdən keçirək. Tənliyə diqqət yetirdikdə görürük ki, sağ tərəfdəki toplananların hər biri tam ədəddir.
Tənliyin sol tərəfində birinci toplanan tam ədəddir, ikinci toplanan isə kəsr hissəni göstərir. Deməli, tənliyin doğrulması üçün sağ və sol tərəfdə tam ədədlər iştirak etməlidir. Onda kəsr hissə sıfıra bərabər olmalıdır. Kəsr hissə sıfıra bərabər olmalıdır. Kəsr hissənin sıfıra bərabər olması üçün onda bizim 3x çıx 5 ədədimiz tam ədəd olmalıdır. Tam ədəd. Bunun tam ədəd olması üçün 3x-in özü tam ədəd olmalıdır. 3x bərabər n götürək. N tam ədəddir. Buradan x-in qiymətini tapa bilərik ki, x bərabərdir n bölü 3 olar. X-in bu qiymətini tənlikdə nəzərə alıb tənliyi həll edək. Onda alarıq ki, 3x n-ə bərabər olduğuna görə tam hissədə n üstəgəl. Deməli, bu ifadə sıfıra bərabərdir. 0 bərabərdir 5 çıx 3-də n, x-in qiymətini yerinə yazdıq, üstəgəl 1-ə. Buradan da alarıq ki, n bərabərdir tam hissə işarəsi daxilində 15 çıx n bölü 3 üstəgəl 1-ə. Və nəhayət buradan da alarıq ki, 15 çıx n bölü 3 bərabərdir n çıx 1-ə. Yenə əvvəlki tənliyin formasına gəldi. Deməli, 3-də 15 çıx n ifadəsinin tam qiyməti n çıx 1-in qiymətinə bərabərdir. Onda alarıq ki, bərabərsizliyə görə n çıx 1 kiçik bərabərdir 15 çıx n bölü 3-dən, o da kiçikdir n çıx 1 üstəgəl 1-dən. Aldığımız bərabərsizliyi sadələşdirək, hər tərəfi 3-ə vursaq, alarıq ki, 3n çıx 3 kiçik bərabərdir 15 çıx n, o da kiçikdir 3n-dən. Sonuncu bərabərsizliyi bərabərsizliklər sistemi ilə həll edək. Alarıq ki, 3n çıx 3 kiçik bərabərdir 15 çıx n və 15 çıx n kiçikdir 3n-dən. Buradan da alarıq ki, 4n kiçik bərabərdir 18-dən və 4n böyükdür 15-dən. Və nəhayət, n kiçik bərabərdir 4,5-dən, n böyükdür 3,4-dən. N tam ədəddir. Və bu bərabərsizliklər sistemindən alarıq ki, deməli, n 3,4-dən böyük və 4,5-dən kiçik ədəddir. Bu şərti ödəyən tam ədəd n bərabərdir 4-dür. Yalnız 4 bu şərti ödəyən tam ədəddir. N-in bu qiymətini gətirib x bərabər 3-də n ifadəsində yerinə yazsaq, alarıq ki, x bərabərdir 3-də 4-ə. Həm tənliyin kökünü tapdıq, həm də tənliyin köklərinin sayını tapdıq. Deməli, bu tənliyində bir dənə kökü var. Cavab A variantı. 5-ci sualın həllinə baxaq. X və Y tam ədədləri üçün 4 kiçikdir Y kiçikdir 24 və Y bərabərdir modulda x çıx 5 üstəgəl modulda x üstəgəl 4 olarsa, Y-in ala biləcəyi fərqli qiymətlərin sayını tapın. Deməli, Y-in 4-dən böyük, 24-dən kiçik fərqli qiymətlərinin sayı soruşulur. Bu qiymətlərin sayını tapmaq üçün funksiyadan istifadə etmək daha sərfəlidir. Y bərabərdir modulda x çıx 5 üstəgəl modulda x üstəgəl 4 funksiyasının qrafikini quraq. Dəqiq olmasa da sxematik təsvir edək. Bu funksiyanın qrafikini qurmaq üçün aralıqlarda modulun işarəsini təyin edib, modulları sadələşdirib, sonra qrafikini qurmaq lazımdır. Mən qrafiki sxematik təsvir edəcəm. Yəni, qrafik biz bilirik ki, bu
funksiyanın xassəsindən bilirik ki, bu funksiyanın təyin oblastı -4, 5 aralığında qiymətlər aldıqda funksiya sabit olur. Bu aralıqda funksiyanın qiyməti bu parçanın istənilən nöqtəsində sabitdir və 9-a bərabərdir. Deməli, x-in qiyməti -4-dən 5-ə qədər dəyişdikdə funksiyanın qiyməti dəyişmir və 9 olur. Deyək ki, bu 9-dur. X 5-dən böyük qiymət aldıqda funksiya artandı. X mənfi sonsuzluqdan -4-ə qədər qiymət aldıqda funksiya azalandı və qrafik bu şəkildə görünür. Bu qrafikdən görünür ki, funksiyanın deməli qiymətləri elə götürülür ki, y-in 1 qiymətinə qarşı x-in 2 qiyməti uyğundur. Məsələn, tutaq ki, y-in bu qiymətinə qarşı x-in soldan və sağdan 2 qiyməti uyğundur. Deməli, biz y-in bu qiymətini tapmaq üçün ya 5-dən böyük hissəsində arqumentə qiymət verib hesablamalıyıq, yaxud da -4-dən kiçik olan ədədləri x-in yerinə yazıb qiyməti hesablamalıyıq. Yəni, bir tərəfdən araşdırsaq, biz o qiyməti tapmış olarıq. Onda funksiyanın 5 müsbət sonsuzluqda qiymətlərini axtaraq. Bu şərt daxilində modulu açdıqda alarıq ki, y bərabərdir x-5 üstəgəl x üstəgəl 4, o da bərabərdir 2x-1-ə. Deməli, y-in bu qiymətləri verilmiş şərti ödəməlidir. Onda alarıq ki, 4 kiçikdir 2x-1-dən, o da kiçikdir 24-dən və 5 kiçikdir 2x-dən, o da kiçikdir 25-dən. Hər tərəfi 2-yə böldükdə x 2,5-dən böyük, 12,5-dən kiçik qiymətlər alır. Digər tərəfdən biz x-i 5-dən böyük götürmüşük. Yəni, x 5-dən böyük olduqda funksiyanı sadələşdirmişik. Onda x-in bu aralıqdakı tam qiymətləri bu funksiya kəsilməz olduğuna görə bu hissədə elə y-in tam qiymətlərini verir. Yəni, x-in 5-dən böyük, 5 və 5-dən böyük, 5, 6 və s. 12-yə qədər olan qiymətlərində funksiyada tam qiymətlər alır və 24-dən kiçik, 4-dən böyük qiymətlər olur. Bu arada x-in neçə qiyməti varsa, y-in də bir o qədər tam qiyməti var. X-in qiymətlərinin sayını tapaq. 12 çıx 5 üstəgəl 1 bərabər 8 dənə. Deməli, bu aralıqda, yəni bu biz aldığımız aralıqda və x-in 5-dən böyük şərtində x-in aldığı tam qiymətlərin sayı 8 dənə olduğuna görə y-in aldığı tam qiymətlərin sayı 8 dənə olur. Cavab E variantı. 7-ci sualın həllinə baxaq. A, B, C həqiqi ədədləri üçün modulda A-3 üstəgəl modulda B-7 üstəgəl modulda C üstəgəl 10 bərabər 13 olarsa, A üstəgəl B üstəgəl C cəminin ala biləcəyi müxtəlif tam qiymətlərin sayını tapın. Bu tənliyi həll etmək üçün, yəni bu tənliyi həll edib A üstəgəl B üstəgəl C cəmini tapmaq üçün modulun xassəsindən istifadə olunmalıdır. Biz bu bərabərsizlikdən istifadə edəcəyik. Modulda A üstəgəl B kiçik bərabərdir modulda A üstəgəl modulda B-dən. Bu bərabərsizliyi istənilən n dənə ədəd üçün həll etmək olar. Yəni, bu bərabərsizliyi tətbiq edərək biz verilmiş ifadənin qiymətini tapaq. Bu bərabərsizliyə görə buna bir x ədədi kimi baxsam, buna bir y ədədi kimi baxsam, buna bir z ədədi kimi baxsam, onda belə başa düşürəm ki, bu bərabərsizliyə görə modulda x
üstəgəl y üstəgəl z kiçik bərabərdir modulda x üstəgəl modulda y üstəgəl modulda z-dən. Bu isə o demək ki, modulda x-in yerinə a çıx 3-dür. A çıx 3 üstəgəl b çıx 7 üstəgəl c üstəgəl 10 kiçik bərabərdir modulda a çıx 3-dən üstəgəl b çıx 7 üstəgəl modulda c üstəgəl 10. Bu isə 13-ə bərabərdir. Onda buradan alarıq ki, modulda a üstəgəl b üstəgəl c kiçik bərabərdir 13-dən. Modulun xassəsinə görə buradan alarıq ki, -13 kiçik bərabərdir a üstəgəl b üstəgəl c, o da kiçikdir, kiçik bərabərdir 13-dən. Deməli, modulun xassəsinə görə biz bu ifadəni almış olduq. Deməli, a üstəgəl b üstəgəl c qiyməti -13-dən müsbət 13-ə qədər olan bütün tam ədədləri alır. Bu aralıqda bu parçada olan tam ədədlərin sayı 13 çıx -13 üstəgəl 1 bərabərdir 27 olar. Cavab C variantı. 9-cu suala baxaq. 9-cu sual nə ilə özəldir? Bu sualın özəlliyi ondan ibarətdir ki, bu suala birbaşa ədəd orta, harmonik orta münasibətlərini tətbiq etmək olmur. Onları birbaşa tətbiq etsək, məsələni həll edə bilməyəcəyik. Ona görə də biz o bərabərsizlikləri tətbiq etmək üçün burada verilən ifadələr üzərində müəyyən çevirmələr aparmalıyıq. Əvvəlcə ifadəni yazaq. 9 nömrəli çalışma. Deməli, a üstəgəl 2b üstəgəl 2c böl 3 bərabər 6 olarsa, 1 böl a üstəgəl 2 böl b üstəgəl 6 böl c ifadəsinin ən kiçik tam qiymətinin tapılması tələb olunur. Diqqətlə fikir verdikdə görürük ki, verilən ifadədə 2b var. Əgər mən birbaşa ədəd orta, harmonik orta münasibətini tətbiq eləsəm, onda a-nın bir qiymətini, b-nin də bir qiymətini tapmış olaram. Yəni, bu ədədlərin tərsində bir dənə qiymət alınır və o ifadəni yenidən kəsirdən azad etdikdə a-nın sayı 2-dən olur, yəni əmsalı 2-dən olur, b-ninki bir dənə, c-ninki isə yenə başqa qiymət alır. Onda nə etməliyik? Biz hardan bilək ki, bunu necə toplananlar ayıraq? Burada b-nin 2 dənə olması, elə mən buna əsasən fikirləşirəm ki, 2 böl b-ni 2 toplanana ayırmalıyım. 1 böl a üstəgəl 1 böl b üstəgəl 1 böl b üstəgəl və c böl 3 ifadəsinə görə 6 böl c-ni də 2 toplanana ayırıram. Yəni 3 böl c üstəgəl 3 böl c kimi yazıram. Bu ədədlərin ədəd ortası böl 5 böyük bərabərdir harmonik ortasından 5 böl tərslərinin cəmi. A üstəgəl b üstəgəl b üstəgəl c böl 3 üstəgəl c böl 3-dən. Və onda alaram ki, 1 böl a üstəgəl 2 böl b üstəgəl 6 böl c böyük bərabərdir. Hər tərəfi 5-ə vurduqda 25 böl a üstəgəl 2b üstəgəl 2c böl 3-dən. O da bərabərdir 25 böl. Deməli, a üstəgəl 2b üstəgəl 2c böl 3 ifadəsinin qiyməti 6-ya bərabər olduğu üçün yerinə 6 yazıram. O da bərabərdir. Deməli, 4,6-da 1-dən. Bu isə o deməkdir ki, 1 böl a üstəgəl 2 böl b üstəgəl 6 böl c ifadəsinin ən kiçik tam qiyməti 5-ə bərabərdir. 4,6-da 1-dən böyükdürsə, ən kiçik tam qiyməti 5-ə bərabər olur. Deməli, biz burada göstərdik ki, istənilən n dənə ədədin, yəni a1 üstəgəl a2 üstəgəl nəhayət an böl n ədədi ortası onların
harmonik ortasından kiçik deyildir. Yəni n böl 1 böl a1, 1 böl a2 və nəhayət 1 böl a-n'dən. Bu düsturdan, bu bərabərsizlikdən istifadə edərək ifadənin qiymətini tapdıq. 11-ci suala baxaq. Nə üçün 11-ci sualı seçdim? 11-ci sualda da yenə Koşi bərabərsizliyini birbaşa tətbiq etmək olmaz. Deməli, burada A müsbət həqiqi ədədlər üçün 3A kubu üstəgəl 1 böl 9A ifadəsinin ən kiçik qiymətini tapın. Biz bilirik ki, Koşi bərabərsizliyinə görə 2 ədədin ədəd ortası onların həndəs ortasından kiçik deyil. Və Koşi bərabərsizliyində həmin toplananların hasili alındığına görə bu hasildə dəyişən qaldıqda ifadənin qiymətini tapmaq çətinləşir. Bu dəyişənin qalmaması üçün onda bu dəyişən toplananların deməli elə seçməliyəm ki, kök altında bu ifadələri bir-birə, hədləri bir-birə vurduqda dəyişən qalmasın. Bunun üçün mən əvvəlcədən fikirləşirəm ki, əgər birbaşa bura Koşi bərabərsizliyini tətbiq etsəydim, nə ilə qarşılaşardım? Onunla qarşılaşardım ki, tutaq ki, birbaşa tətbiq etsəm, böyük bərabərdir. Deməli, 2 vur kök altında 3A kubu vur 1 böl 9A. Və buradan görürəm ki, A kvadratı qalır. Deməli, A kvadratının qalmaması üçün əlavə 2 dənə A vurğu məxrəcdə olmalıydı. Onda deməli, ikinci toplananı 3 dənə toplanan şəklində göstərəcəm. Yəni, 3 toplananın cəmi şəklində göstərəcəm. Onda alarıq ki, 3A kub üstəgəl 1 böl 9-a bərabərdir. 3A kubu üstəgəl 1 böl 27A üstəgəl 1 böl 27A üstəgəl 1 böl 27A. O da böyük bərabərdir. Böyük bərabərdir. 4 vur 4-cü dərəcədən 3A kubu vur 1 böl 27-nin kubu vur A kubundan. O da bərabərdir 4 vur kök altda 4-cü dərəcədən 3 böl 27-nin kubu. O da bərabərdir 4 vur 4-cü dərəcədən 3 böl 27 3-ün kub olduğuna görə bunu 3 üstü 9 yaza bilərik. O da bərabər 4 vur 4-cü dərəcədən 1 böl 3 üstü 8 və nəhayət bərabərdir 4 vur 1 böl 9. O da 9-da 4 olar. Deməli, bu ifadənin ən kiçik qiyməti 9-da 4-ə bərabər oldu. Cavab 9-da 4. 9-da 4 E variantı. 12 nömrəli sualın həllinə baxaq. Sualda qeyd olunur ki, modulda 10x üstəgəl 6 bərabərdir A tənliyinin köklərindən biri olan həqiqi ədədin tam hissəsi ilə kəsr hissəsinin fərqi -1,3 olarsa, A-nın qiymətini tapın. Əvvəlcə bu tənliyi həll edək. Aydın məsələdir ki, bu tənliyin həllinin olması üçün A0-dan böyük bərabər şərtini ödəməlidir. A0 olduqda tənliyin bir dənə kökü olur, A0-dan böyük olduqda 2 dənə kökü olur. Tənliyi həll edək. 12x üstəgəl 6 bərabərdir A. Yəni, bir dəfə düşünürük ki, modulun daxili A-ya bərabər qiymət alıb, bir dəfə də modulun daxili A-nın əksi ola bilər. Buradan x1 bərabərdir. A-6 böl 10 olar. İkinci halda 10x üstəgəl 6 bərabərdir mənfi A. Buradan da x2 bərabərdir mənfi A üstəgəl 6 böl 10 olar. Tənliyin köklərinə diqqət yetirdikdə görürük ki, ikinci kök A-nın şərtinə görə həmişə mənfidir. 0-dan kiçik qiymət alır. Birinci kök A6-dan kiçik olanda mənfi, 6-dan böyük olanda müsbət qiymət alır. Yəni, birinci kökümüz müsbət də ola bilər, mənfi də ola bilər. İkinci kökümüz isə həmişə mənfidir. İndi isə verilən ifadəyə baxaq. Tənlikdə qeyd olunurdu ki, şərtdə köklərindən deməli,
tənlinin köklərindən biri olan həqiqi ədədin tam hissəsi ilə kəsr hissəsinin fərqi -1,3-dür. Tutaq ki, tənlinin kökü hər hansı bir x ədədidir və bu x ədədinin tam hissəsi ilə kəsr hissəsinin fərqi -1,3-dür. Aydın məsələdir ki, kəsr hissə həmişə müsbət qiymət alır. Kəsr hissə, daha doğrusu mənfi qiymət almır. 0-dan böyük bərabər 1-dən kiçik olur kəsr hissə. Deməli, tam hissədən kəsr hissəni çıxıb mənfi ədəd almışıqsa, bu o deməkdir ki, x mənfi ədəddir. Bəri başdan aydın oldu ki, tənliyin kökü 0-dan kiçik ədəddir. Və bu 0-dan kiçik ədədin tam hissəsi deməli -1-ə bərabərdir. Nəyə görə? Tam hissəsi -1-dir. Bu ifadəni bu şəkildə yazsam ki, modulda tam hissədə x çıx kəsr hissədə x bərabərdir -1 çıx 0,3 yazsam, bu onu göstərir ki, bunun tam hissəsi -1-ə bərabərdir. Bəs kəsr hissəsi nəyə bərabərdir? Ədəd mənfi olduğuna görə kəsr hissəsi 0, deməli 10-3-ə bərabərdir. Bu kəsr hissə isə görünür ki, buradan 0,3-ə bərabərdir. Onda həmin ədəd -1, 0 yarım intervalında ola bilər. -1, 0 yarım intervalında belə bir ədəd x bərabərdir -0,7 ola bilər. Deməli, tənliyin kökü -0,7-yə bərabər ola bilər. Yəni, x mənfi olduğuna görə. Deməli, bu şərti ödəyən yeganə kök var. Ola bilsin ki, tənliyin birinci kökü, ola bilsin ki, ikinci kökü bu şərti ödəyir. Hər iki kökü bu şərti ödəməsini yoxlayaq. Birinci kök üçün yoxlamanı davam etdirək. Deməli, A-6/10 bərabərdir -0,7 olsaydı, A-6 bərabərdir -7, A bərabər -1 olardı. A -1 ola bilməz. Çünki qeyd etmişik ki, bu tənliyin həllinin olması üçün A0-dan böyük bərabər şərtini ödəməlidir. İndi ikinci kökdə x-in qiymətini nəzərə alsaq, alarıq ki, -A6/10 bərabərdir -0,7-yə. Buradan alarıq ki, A6 bərabərdir 7-yə, A da bərabərdir 1-ə. Deməli, A 1 ola bilər. Yəni, A-nın 1 olma şansı var və elə A 1-ə bərabərdir. Bizdən isə A-nın qiyməti tələb olunur. Deməli, cavab A variantı. A 1-ə bərabərdir.